Dəyərli izləyicilər, xoş gördük hər birinizi. Deməli, bir maraqlı mövzu var. Avtomobil alanında yürüşünün geri çəkilib, geri çəkilməyimə məsələsini diqqətdə saxlamaq lazımdır. Əsasən vacib məqam budur ki, ona mütləq şəkildə diqqət eləmək lazımdır ki, alınmayaq. Çünki bəzən avtomobili, indi Elnur məndən razılaşar ki, xaricdən gətirirlər 6-7 il bundan qabaq. Deyirlər, VIN kod var da, VIN kodu vuraq. Elnur, onu danışmalısın. VIN kodun vurur, baxır ki, məsəl üçün gedib 100 min mil. Burada da 3 il, 4 il, 5 il sürür. Yani onu orada elə bir nizamlayırlar ki, yani 3 bin, 2 bin ileri geri çəkib qoyurlar ki, yani bu maşın burada bir ilə sürülür. Yani onu dəqiq bilməkdən ötəri elə şeylər var ki, fikir vermək lazım. Bəzən hələ deyirlər ki, məsələn 7 il bundan qabaq maşın gətirib xaricdən, Amerikadan, Koreyadan fərqi yoxdur. Deyirsən ki, qardaş, bəs yürüşü deyir ki, var, orijinal yürüşü, VIN kodun vurub bax, var, vurub baxırsan ki, tam ki, maşın gedib 120 min. Fikirləşirsən ki, bu 120 min gedib, amma indi bir 4 min fərq var da. Fikirləşirsən ki, bu 7 ilə 4 min sürdün. Deyirəm, maşın sürülməyib, maşın qarajda qalıb və yaxud xanım maşını olub, işə evə gedib, amma baxanda detallı diqqət yetirəndə görürsən ki, geri çəkiblər. Ona görə, yəni bəzi şeylər var, baxmaq lazım. Məsələn, bəzi şeylər deyəndə nəyə baxmaq lazımdır? Nə ilə bilmək lazım ki, maşın... Əsas padiyon, bax, bunların yeyilməsidir, düzdür, bunları dəyişirlər də. Amma indi baxmaq lazımdır da, bax, bunlarda kraskaları gedir, bunların kraskası gedir. İndi bunu dəyişirlər. Yəni, bax, rolda yeyilməyə baxmaq lazımdır əsas. Üst kursun başıdır, bax, elə şeylərə fikir vermək lazımdır. Düzdür, onların hamısını dəyişmək olur da, indi onların hamısını dəyişən fikrində sən Allah'tan varsa anlatacaq. Bəs yaxşı, Elnur, bunların hamısı tam ki dəyişib. Sadaladığımız bu salondakı gördüyümüz bütün proseslər hamısı dəyişilibsə, adam əl gəzdiribsə, hətta oturacaqları da rəngləyibsə, əgər koja salondursa, bəs mühərrikin işləməyi, maşının hansı hissəsindən bilmək olar? Bilmək olar. Şumlu işləyirsə, motor, yəni səsli işləyirsə, yəni o motor, yəni kilometraj ödür. Məsələn, 100 minlik maşının motoru deyirsən ki, niyə şumlu işləməlidir? Şumlu işləməlidir, bəli. Bizdən də əsas bilmək olar. Yəni, orada bax, Sileniyanın küncündən də bilmək olur. Yəni, bu didilibsə... Didilməkdən əlbəttə dəyişmək olur. Yəni, yapıqmayıbsa, Sileniyanın özündə oturanda da Sileniya bilməlisən ki, yəni Sileniya, yəni bu o kilometrajı deyir, demir. Çox şeydən bilmək olar. Yəni, adicə belə deyək də, pensin provkasından da bilmək olur, yeyilib-yeyilməməkdən. Yəni, amma əsas şərt deyirsən ki, mühərrikdir. Mühərrik, təbii mühərrik də dəyişmək olur. Yəni, bir şeydən onu bilmək olmaz. Yəni, orada ən azı 4-5 dənə aynonların müqarisi eləyəsən ki, görün bu kilometraj bundan düzgündür yoxsa. Yəni, Elnur, üstüyə aparmadan, yerindən, maşın bazarında və yaxud haradasa maşın alırsansa, yerində birinci hardan bilmək olar? Mühərrikin işləməyindən mi, yoxsa salonda sadaladığımız? Yox, bizə nətərdir? Mühərrikdən də bilmək olar. Mühərrikdən bilmək olar, səsindən. O dediyim şeylərə də fikir vermək lazımdır. Onları tutuşturmaq lazımdır. Yəni, görək, o, onunla uyğun gəlir, yox. Deyək ki, motoru dəyişib, yaxşı motor qoyub, az kilometrajlı motor qoyub. Yəni, baxmaq lazımdır. Maşına bəzi şeylər var ki, ondan bilmək lazımdır.